Bu günləri bu günə BMW logosu necə eləyir onu göstərəcəm. Video axırı kimi baxın. Maşınınızı boz rəng eləməlisiniz. Renk bunu qoyuruq. Sonra axıra gedirik və bu yumru şeyi tapırıq. Və sonra bunu belə eləyirik. Və hatta renk koduna baxaraq eləyə bilərsiniz. Və bunu biraz belə eləyirik, balaca renk. Və bura BMW yazısı qoyuruq. Burada M koyuruq. Burada W koyuruq. Və buradakı şeye basaraq hamısını toplayırıq və keçiririk. Məndə qabaq olmadığı üçün arxaya keçirirəm. Və bura qədər. Kanala abunə olmayı unutmayın.